Rusiya Kursku tamamilə geri aldığını bəyan etsə belə, digər tərəfdən eskalasiyanı da davam etdirmək niyyətindədir. Sözü gedən ehtimalsa bu dəfə ABŞ-nin uğursuz sülh planı yox, Rusiyalı ictimai-siyasi xadim Aleksandr Duginin savaşla bağlı mülahizələrindən qaynaqlanır. Rusiyanın hələ yaxın 40-60 ildə müharibə aparmalı olacağını deyən Dugin bu səbəbdən daha böyük səfərbərlik başladılmasının vacib olduğunu bəyan edib. Filosofun Kremlin beyni adlandırıldığını nəzərə alsaq, toqquşmaların davam etməsi senarisi onun şərtləri sarıdan olduqca realdır. Duginin müharibəyə bu qədər uzun vaxt biçməsi isə Ukraynada döyüşlərin davam etməsi ilə yanaşı Avropa ilə Rusiya arasındakı mümkün qarşıdurma senarisinə də işarə edir. Əks halda iki tərəfin də bu müharibədən yorulması səbəbindən belə uzun müddətli savaşın gerçəkləşməsi mümkünsüz sayılır. Bütün müharibələrin aşağı-yuxarı eyni ssenarisi var, eyni dinamikası var. Bu bölünür 1 il, 3 il, 5 il. Biz hal-hazırda 3-cü ili yaşayırıq və bundan sonra da əgər müharibə dayanması növbəti dinamika 5-6 illik ilə qədər uzana bilər bütün bu döyüşlər. Birinci il biz gördük ki, həm Rusiyadan, həm Ukraynadan çox güclü vətənpərvərlik hissi var idi. Üçüncü ildə biz görürük ki, bu hisslər yoxdur. Cəbhə çox sakit tərpənir. Müharibənin uzanıb uzanmaması sarıdan Şimali Koreya faktoru da xüsusi əhəmiyyətə malikdir. Hətta Pxenyan ilk dəfə olaraq hərbiçilərinin Kursk döyüşlərində iştirak etdiyini təsdiqləyib. Bu etirafın ardında Rusiyaya növbəti hərbi yardımlar və qoşun göndərilməsi planının olması isə istisna edilmir. Hətta Şimali Koreya lideri Kim Chen In'in yeni yardımlar üçün Moskvaya məlumat verdiyi deyilir. Ölkəsində Kursk döyüşçülərinin şərəfinə abidə ucaltmağı belə göz ardı etməyən Chen'in bundan sonra nə qədər effektiv dəstək təmin edə bilməsi də sual altındadır. Çünki Rus ordusu Pxenyanın güclü dəstəyi ilə Kurskda mühüm irəliləyişlərə nail olsa da, Ukraynada daha geniş ərazilərin ələ keçirilməsi sarıdan Şimali Koreya dəstəyinin perspektivdə eyni effekti verməsi real qiymətləndirilmir. Ancaq digər tərəfdən Koreyalı hərbiçilərin Ukraynaya göndərilməyəcəyinə dair iddialar da var. Düşünmürəm ki, Ukrayna ərazisində Şimali Koreyanın hərbiçiləri iştirak eləsinlər. Buna ehtiyacı yoxdur. Hal-hazırda bəzi məlumatlara görə 200 mindən yuxarı təlim keçmiş müqavilə əsasında xidmət edən 200 mindən yuxarı şəxsi heyəti var Rusiyanın. Ukrayna prezidenti Volodimir Zelenski də bu sarıda mühüm açıqlamalar verib. O, Moskvanın dünyanı aldatmağa çalışıb, müharibəni uzatmaq istədiyinə işarə edərək, Vatikan görüşündən sonra tərəfdaşlarının Kiyevi daha yaxşı başa düşdüyünü dilə gətirib. Nəticə olaraq savaşın davam etdirilməsi fonunda Ağ Evdə Moskvaya olan yanaşmanın da dəyişəcəyini gözləmək mümkündür.